Salam dostlar, kanalıma hoş gəlmisiniz. Bugünləri sizlərə yeni video çəkmək istədim. Bugünkü videomuzda dostlar toyuqları çəkmək istədim. Böyük qazları kəsdiyimiz üçün toyuqları salmışıq bura, böyük setkaya. Yarısı da buradadır. Ben bunları istədim sizlərə çəkəm. Qaz balıqlarını çəkəcəm, ördəkləri çəkəcəm. Ve bunlara biraz orada dən attım, onları yediler, gəzdiler. Bakın, bu toyuğumuzun yumurtası olmalıydı, o yumurtanı koyup deyəsən. Bakın dostlar, belə. Otaqdan orada niye koymuşuq? Çünkü oradan cücələr çıxırlar. Onlar bunlardan qorxurlar, böyüklərdən qorxurlar, o xoruzun arkasında olan. Onlardan qorxurlar deyənə bu ikisi və bu bir setkada kalırdılar. O tarafta eşalanan toyuqlar ise ayrı setkada kalırdılar. Şimdi keçək ördəklər çəkək. Bəli dostlar, bu da qaz balıqlarıdır. Setkada saxlayırıq. Bu qartal falan olur bu yanlarda. Pişik, çaqqazat gəlib aparar deyə setkada saxlayırıq. Yoxsa orada o toyuqları saldığımız setkada saxlayardıq. Şimdi keçək ördəklərə. Bəli dostlar, ördəkləri çəkim. Sizə göstərmək istədim. Onlar üçün su qoymuşdum. Özlərini riska eləyiblər. Su içindədirlər. Bunlara yem verdikdə ot da qatıb veririk. Çünki ot da yeyirlər. Onların yem qabı idi. Su qabı kimi. Yemlərini tökdüm ora. Su qabı kimi qoydum onlar üçün yesinlər. İçsinlər. Əslində bura buraxmışdım. Onlar qaçırdılar, gedirdilər evin arxasına, sonra bu tərəflərə getdilər deyə onları daha saldım. Yem qoydum, içəridə simsinlər deyə saxladım onları burada. Belə. Pekin də var, yerli ördəklər də var, ağboz da var, ağqara da var. Və bu kadar. Sağ olun dostlar, salamat qalın, görüşənədək.